Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Sağol Seyidzadə bugünkü videoda məlumat verəcəyim ki, vəsai payın qəbul elədiyi zaman evdə yaşayanları çıxartmaq üçün kimə nə qədər təzminat ödəməlidir və hansı halda. Eyni zamanda məlumat verəcəyim ki, nəvə və gəlinə hansı halda vəsai hesab oluna bilər, hansı halda mənzildə evdə yaşamaq hüququ təmin oluna bilər. Bunun əlavə məlumat verəcəyim ki, hörmətli izləyicilər, nikahdan imkana yaşayan ailə üzvlərinizə, mülkiyyətdən pay düşməsi üçün nə etməlisiniz? O barədə də məlumat verəcəm. Ərlə arvad nikahdan kənar yaşayırsa, nikah şərətnaməsi yoxdursa, mülkiyyətdən pay və ya sahibi hüququ düşməsi üçün nə etmək lazımdır? Diqqətlə baxın. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda onu qeyd edin ki, əlilliyi olan şəxslərin qeyd edilməsi ilə bağlı əlavə giriş və imtiyazları var. Bunu mən həm hüquqşünas kimi deyəm, həm əlilliyi olan şəxs kimi deyəm. Əlilliyi arabasında olan şəxs kimi deyəm. Axıra qədər izləyin ki, hər şey aydın olsun. Bir də onu qeyd edin ki, mən videodan bir hissə YouTube kanalının şort bölməsində qoyam. Tam video YouTube'da olur. Videonun adını yuxarıda yazıram. Hörmətli izləyicilər. Nəzərə alın, həmin adını giyin, baxın, hər şey sizə aydın olsun. Bir də görürsünüz, insanlar izləyir, yanılacaq, sonra da suallar yaranır. Ona görə axıra qədər izləyin ki, hər şey sizə aydın olsun. Birinci vəsai ilə bağlı məsələyə bildirin ki, hörmətli izləyicilər, vəsai əgər valideynin mülkiyyətini qəbul edibsə, həmin evdə yaşayan şəxslər varsa, bu ola bilər valideynin keçmiş həyat yoldaşı, məsəl üçün arvadı və ya əri, eyni zamanda valideynin digər uşaqdan olan həyat yoldaşı, gəlin, məhkəmə qaydasında onun yaşama hüququ təsdiq olunubsa, o halda mütləq qaydada vəsai çıxartdığı zaman təzminat ödəməlidir. Eyni zamanda əlilliyi olan şəxsi varsa, hörmətli izləyicilər, onu çıxartdığı zaman mütləq təzminat ödəməlidir. Dəxli yoxdur, bu gəlindir, evladdır, yoxsa o digər şəxsdir. Əlilliyi olan şəxsin həmin mənzildə yaşama hüququ olduğuna görə onu çıxartdığı zaman təzminat ödəməlidir. Deyə bilərsiniz ki, bəs mən mülkiyyət sahibini niyə ödəyim? Yalnız mülkiyyət sahibi o vaxtda ödəmir ki, həmin evi alqı-satqı yolunu alsın. Ona görə ki, vətəndaşlar razılıq ərizəsi yazır verir, ondan sonra belediyədə alqı-satqı olur və bu halda da belediyədə mütləq qaydada təzminat ödəməyə ehtiyac olmur. Digər hallarda vətəndaşlar xəbər olmadan vəsai qəbul edirsə, mütləq qaydada belediyədə hörmətli izləyicilər, təzminat ödənməlidir. Bu bir məsələ. Keçək digər məsələyə ki, gəlinlə nəvə nə vaxt vəsai hesab olunur və ya yaşama hüququ var. Onu da qeyd edin, zəhmət olmasa videonu bəyənin. Üzrü hesab edin, həmin biraz soyuqda, həmin telefonda biraz problem var, o bizim video bir təhər çıxsın. Hörmətli izləyicilər. Deməli, dediyim kimi, gəlin yaşama hüququ var nəvəndə, onu qeyd edin. Söhbət gedib babanın və yaxud qaynatanın evindən və yaxud qaynana nənənin evindən, ikisindən birinin evindən söhbət gedib. O halda yaşama hüququ var ki, 2009-a qədər həmin evə gəlin gəlibsə, bu bir mənalı halda onun yaşama hüququ tanınır orada. 2009-dan sonrası nəzərə alın, hörmətli izləyicilər. O halda nəzərə alınır ki, həmin şəxsin belediyəyə əlilliyi olsun, əlilliyi dərəcəsi olsun. Amma bəs nə vaxt vəsai hesab olunur, onu qeyd edin. O vaxt vəsai hesab olunur ki, baba və yaxud nənə, hörmətli izləyicilər, və yaxud belediyədə qaynata dünyasını dəyişməkdən qabaq gəlinin həyat yoldaşı dünyasını dəyişsin. Orada onun payı var, həmin vəfat etmiş həyat yoldaşına. Ona görə qaynları, baldızları payı götürdüyü zaman, belediyədə əmi, dayı, xala bibi payı götürdüyü zaman nəvə və gəlinin orada payı var. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Bundan əlavə qeyd edin ki, əgər nikahdan kənar ailə qurmuşsa, rəsmi nikah yoxdursa,
mütləq halda vəsiyyətnamə verilməli ki, yəni sizin həyat yoldaşınızsa ev qalsın və yaxud pay qalsın, onu siz müəyyənləşdirə bilərsiniz mülkiyyət sahibi kimi. Əks halda ona bir şey qalmayacaq, bir haldan başqa nikahdan kənar uşağı varsa, uşağı qalır, hörmətli icracı. Sonda qeyd edin ki, ətraflı məlumat almaq üçün qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün uyğun məsləhətin verilməsi 10 manatdır normal vəziyyətdə, amma dekabrın 31-nə qədər 5 manatdır, hörmətli icracı. Və ərizələrin yazılması üçün müraciət edirsiniz dekabrın 31-nə qədər 30 manatdır, dekabrın 31-dən sonra yenə 50 manatdır, hörmətli icracı. Nəzərə alın. Və bundan əlavə qeyd edin ki, mənim 1700-dən artıq şotla birlikdə videolarım var. İstər vəsailə ilə bağlı olsun, istər mülkiyyətlə bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər pensiyadan bağlı olsun, istər digər məsələlə bağlı olsun, hörmətli icracı var. Tanış ola bilərsiniz. Növbəti videolardan tanış olmaq üçün kanala abunə olun, zəngul işarəsini aktiv edin, hörmətli icracı. Mənə dəstək üçün də kanala abunə olmağı unutmayın. Gəlin bunu 10.000'ə satdıq. Mən düşünürdüm ki, ilin axırına qədər biz 10.000'ə satdıq, amma görün satdırmadıq. Yenə aktiv olun, yenə abunə olun kanala. Bəlkə nəsə oldu, hörmətli icracı. Yəni davamlı abunə olaraq ki, heç olmasa bir ayda olsa biz 10.000 yığaq, hörmətli icracı. Diqqətinizə görə çox sağ olun. Sağ olun.